Buyurur ki, yuqbilul məhdi ala taifətil munharifə. Buyurur ki, İmam Zaman əleyhissalam bir dəstəklə, azğın dəstəklə qarşılaşar, fəyyəizuhum və onları moizə eləyər. Nəsihət eləyər ki, qayıdın düz yola. Azğın bir dəstə deyir, onun qarşısında dayanar. Moizə eləyər onları. Və yəd'uhum səlasətə əyyam. 3 gün onları sərasər, 3 gün düz yola dəvət eləyər. Fələ yəzdədu illə tuğyanən və kufra. Buyurur ki, amma bunun təsiri olmaz heç. Onların daha da azğınlığı artar və küfrü artar. Daha da azğınlaşarlar İmam Zaman danışdıqca. 3 gün danışar, hidayətləri üçün çalışar, daha da azğınlaşarlar. Görürsən, niyə İmam Zaman özü dayanır qarşılarında danışır, təsir göstərmir heç, deyir, daha da pis olarlar, daha da xarab olarlar. Ondan sonra buyurur ki, İmam Zaman onlarla vuruşar, onları cəzalandırar. İmam Baqir əleyhissalam buyurur. Buyurur, elə bir gözümlə görürəm, bu saat o mənzərə gözümün qarşısındadır ki, necə onlar öldürülürlər İmam Zamanın silahdaşlarının əli ilə. Bəziləri deməsin olsa, İmam Zaman qan tökəcək, İmam Zaman günahkarları öldürməyəcək, İmam Zaman o şəxsləri öldürəcək ki, məsələn, görürsünüz, bugün nə cinayətlər eləyirlər din adından. Onların ölümü bəşəriyyətin xoşbəxtliyidir. O teröristlər, o azğınlar. Bu tip insanlarla qarşı-qarşıya dayanacaq. Amma bir fərqlə ki, Əhl-i Beyt məktəbinə mənsub biləcəklər özlərini. Budur, əsas həll edici məsələ budur. Buyurur, elə bir gözümlə görürəm ki, İmam Zamanın tərəfdarları, silahdaşları onları öldürür və onlar yerə yıxılanda Quranların üstünə yıxılırlar. Yəni, əlləri ilə Quranları sinələrinə sıxıb Quranın üstünə yıxılırlar və Quranlar qana boyanır. Və buyurur ki, mənzərəni təsvir eləyir, təfərrüatı ilə təsvir eləyir İmam Baqir əleyhissalam. Ki, mən gözümlə görürəm. Və deyir, onun İmam Zamanın silahdaşları Quranları onlardan almaq istəyəndə İmam Zaman deyər, dəyməyin, qoyun qalsın və Quran qiyamətdə onların həsrət əlaməti olsun. Qiyamətdə Quran onların peşmançılıq vasitəsi olsun. Onlar görsünlər ki, Quran vasitəsi ilə azğınlığa düçar oldular. Quranı ələm elədilər haqqa qarşı vuruşmaq üçün. Hədislərdə bax, belə səhnələr var. Əgər biz bu səhnələri real qəbul eləsək, onda gərək düşünək. Yox, indi sözdür də danışıblar, belə nəuzubillah, əstəğfirullah qəbul eləsək, imam ki, boş söz danışmaz. Bu, axirət zamanın mənzərəsidir.